Salam, mən Sara müəllim. Bugün sizlərlə riyaziyyatdan üçbucaqlar mövzusunun testlərinə baxacağıq. Gəlin vaxt itirmədən keçək suallara. Birinci sualda soruşur, iki tərəfi 7,8 və 3,4 cm olan üçbucağın üçüncü tərəfinin ən böyük tam qiymətini tapın. Üçüncü tərəfin ən böyük tam qiymətini tapmaq üçün mən 7,8 ilə 3,4-ü toplayıram. Burada olacaq 11,2. İndi məndən ən böyük tam qiymətini soruşur və biz bilirik ki, üçbucağın bir tərəfi digər iki tərəfin fərqindən böyük, cəmindən kiçikdir. Mən fərqindən böyük olana baxmıram, cəmindən kiçik olan ədədə baxıram, çünki məndən ən böyük tam qiyməti soruşdu. 11,2-dən kiçik olmalıdır x-ımın üçbucağın digər tərəfi. 11,2-dən kiçik. Ən böyük tam ədəd təbii ki 11-in özüdür. Ona görə olacaq testimin cavabı A variantı. İndi keçirəm ikinci suala. Yenə uşaqlar, ikinci sualda da həmin qaydada 6,9 üstə gələk 5,7-dən kiçik olan tam ədədi götürürəm. Mən həmin tərəfə x deyərəm. 6,7 ilə 5,7-ni toplayanda deməli burada olacaq 12,6. X 12,6-dan kiçikdir. 12,6-dan kiçik ən böyük qiymət tam ədədim. Təbii ki olacaq 12. Bu da olacaq C. İndi baxıram üçüncü suala. Üçüncü sualda belə bir üçbucaq verib, tərəflərini müqayisə etməyi soruşur. Üçbucaqda yeni bir qaydamız odur ki, üçbucağın hər zaman böyük tərəfin qarşısında böyük bucaq, kiçik tərəfin qarşısında isə kiçik bucaq dayanır. İndi mənə burada bucaqları verib, tərəfləri soruşur. Baxın, bu 2 alfadır. Və mən bilirəm ki, körbucaqlı üçbucaqdır. Körbucaqlı üçbucaq 90 dərəcədən böyük olandır. Uşaqlar, bura diqqətlə qulaq asın. Baxın, üçbucaq əgər körbucaqlı üçbucaqdırsa, onun ən böyük bucağı elə həmin o körbucaqdır. Nəyə görə? Çünki biz bilirik ki, üçbucağın tərəfləri, bucaqların cəmi 180 dərəcədir. İndi siz fərz edin ki, üçbucağın bir tərəfi, tutaq ki, bu körbucaqlı üçbucaqdır. Gəlin bir dənə körbucaqlı üçbucaq çəkək. Fərz edin ki, bu tərəf 90 dərəcədir. Elə deyil. Üçbucağın axı cəmi 180 dərəcə 90-dan böyükdür. Məsələn, bura olsun 95 dərəcə. Bura 95 dərəcə olduğu halda üçbucağın digər iki tərəfi təbii ki 95-dən kiçik olacaq. Nəyə görə? Məsələn, mən bura heç 95 versəm, bu artıq olur 190 dərəcə. Belə bir şey də yoxdur. Ona görə körbucaqlı üçbucaqda ən böyük bucaq həmin o körbucaq olur. Ən böyük tərəf isə həmin körbucağın qarşısındakı tərəf olur. Yəni, məsələn, burada bizə C-ni verib. Deməli, C olan tərəf ən böyük tərəfimiz olacaq C. Sonra baxıram, bura alfadır, bu tərəf 2 alfadır. Demək, bu tərəf 2 alfa daha böyükdür. 2 alfanın qarşısında B bucağı dayanıb, ona görə B olacaq, ən kiçiyim də olacaq alfanın qarşısındakı tərəf, yəni A tərəfi. Burada da ən böyüyü C, sonra B, ən kiçik isə A olacaq, B variantı. İndi isə baxıram digər suala, dördüncü suala. Dördüncü sualda uşaqlar həmin qaydadadır. Yenə körbucaqlı üçbucaq verib. Təbii ki, körbucaqlı üçbucaqda bucaqlarının təbii ki, qamma, baxın, bu körbucaqdır da. Bu ən böyük olacaq. Bu bucaq olacaq ən böyüyü. Sonra burada məndən bucaqların müqayisəsini soruşur. Baxın, bu 2A-dır, bu tərəf A-dır. Təbii ki, 2A-nın qarşısındakı bucaq A-nın qarşısındakı bucaqdan böyük olacaq. Sonra gəlir beta. Bu da beta bucağıdır ki, 2A-nın böyük tərəfin qarşısındadır. Sonra ən kiçiyi də təbii ki, alfa bucağı olacaq. Çünki baxın, bu 2A-dır, bu A-dır. Təbii ki, bu A ən kiçik olacaq. A-nın qarşısındakı bucaq da ən kiçik bucaq olacaq. Burada da olacaq ən böyük qamma, beta, sonra alfa. Yəni, ən kiçik alfa. Baxıram 5-ci suala.
Baxın uşaqlar, deyir üçbucağın iki tərəfinin uzunluğu 2 sm və 5 sm-dır. Perimetr üçün hansı münasibət doğrudur? Deməli, üçbucaqdır. Baxın, bu tərəf 2 sm-dir, burada 5 sm. Mən üçbucağın perimetrini tapmaq üçün bu tərəf deyək A-dır, bu tərəf B-dir, bu tərəf C-dir. Nə etməliyəm? Perimetr üçbucağın tərəflərinin cəminə bərabərdir. İndi mən digər tərəfin nə olduğunu bilmək istəyirəm. Mən təxmini bir ədəd tapmalıyam. Mən hansı qaydadan istifadə edirəm? Üçbucağın bir tərəfi, baxın bu tərəf, hər hansısa bir tərəfi, digər iki tərəfin, baxın bu C tərəfi, digər iki tərəfin fərqindən böyük, baxın bu C, cəmindən kiçikdir. İndi mən bu C tərəfi nə tapmalıyam? C tərəf 3-dən böyük, 7-dən kiçik olacaq. İndi mənə perimetrlə bağlı münasibət verib. Hansı münasibət doğrudur? Mən perimetrin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiyməti yazıram. İndi A 2 sm-dir. 2 üstə gəl. İndi mən B-nin yerinə ən böyük qiymət yaza bilərəm. 4, 3-dən böyük 4 var. Üstə gələk 5. Bu olacaq 11 sm. Digər halda isə C tərəfimin ən böyük olduğu ehtimal nəzərə alaraq tərəfləri toplayacağam. 2 üstə gəl. 7-dən kiçik ən böyük ədəd 6-dır. 6 üstə gələk 5. Bu da olacaq 13 sm. Yəni perimetr 13-dən kiçik bərabər, 11-dən böyük bərabər olacaq. 13-dən. Aha, belə bir variantımız olmadığına görə uşaqlar elə birbaşa kiçik və böyük yazıblar burada. Deməli bu perimetr 11-dən daha doğrusu 10-dan böyük, yəni 11-dir. 14-dən isə kiçik olacaq. Yəni 11 ən kiçik 11, ən böyük 13 sm olacaq ki, bu da 11-dən 10-dan böyük, 13-dən 14-dən kiçik olmuş olacaq. Bu da olur Y variantı. Aha, keçirəm digər suala. Yenə həmin qaydada üçbucağın iki tərəfinin uzunluğunu verib 4 və 6 sm perimetr üçün münasibəti tapın. Demək, mən üçbucağın digər tərəfini tapmalıyam. Mən bilirəm ki, üçbucağın digər tərəfi iki tərəfin fərqindən böyük, yəni 6 çıxaq 4-dən böyük C tərəfi kimi nəzərə alsaq, cəmindən isə kiçik olacaq. Yəni bu C 2-dən böyük, 10-dan kiçik olacaq. 2-dən böyük halı 3 olan haldır. 10-dan kiçik olan halda 9 olan haldır. İndi mən perimetri tapmaq üçün ən kiçik halı nəzərə alsam, olacaq 4 üstə gəl 6 üstə gəl 3, yəni 13. Digər tərəfin ən böyük olduğu hal nəzərə alsam, perimetr olacaq 4 üstə gəl 6 üstə gəl 9 olacaq 19. İndi baxıram uyğun variant hansı variant olacaq. Demək, 12-dən böyük, 20-dən kiçik olan hal. Bu da olacaq, təbii ki, D variantı. Baxın, 13 12-dən böyükdür, 19 da 20-dən kiçikdir. Ona görə olur D. Aha, bu da nisbətlə bağlı sualdır. Üçbucağın tərəflərinin uzunluqları nisbəti. Uşaqlar, bu tip suallarda nisbət verib sizdən hansısa bir ədədə bərabər eləsə, bu hər hansısa bir parçanı bölünməsi ola bilər, üçbucaq ola bilər, dördbucaqlı və yaxud da ki, hər hansısa bir ədədi bu qədər nisbətə bölmüşük ola bilər. O zaman sizin edəcəyiniz şey sadəcə həmin ədədləri x olaraq nəzərə alırıq. Məsələn, yazıram 5x üstə gəl 4x üstə gəl 3x bərabər edirəm mənə verilmiş ədədə. Burada olacaq 12x bərabərdir 48, x bərabərdir 48-i bölürəm 12-yə, bu da olacaq 4. Deməli, kiçik tərəfi təbii ki, olacaq 4 sm, yəni A. Yox, 4 yox uşaqlar, üzr sayın. Mən x-i tapdım 4. X-im 4 sm-dirsə, kiçik tərəfi hansı olacaq? Təbii ki, 3x olacaq. 3x-da x-a mən 4 verirəm, olacaq 3 vuraq 4, yəni 12. Ən böyük tərəfini soruşsaydı, mən 5x-i götürərdim. Amma kiçik tərəfini soruşduğuna görə 3x olacaq 12, yəni D variantı. Yenə uşaqlar eyni qaydadadır.
8-ci suala baxırıq. Perimetri 27-dir. Yenə mən yazıram tərəflərini 2x, 3x və 4x götürürəm. Bunları toplayıram, bərabər edirəm perimetrinə, yəni 27-yə. Buradan 5, 9, 9x olacaq 27, x buradan bərabərdir. 27-ni 9-a bölürəm 3-ə. İndi məndən soruşur ki, tərəflərini tapın. Baxın, x-im 3-dür, tərəfləri də 2x, 3x, 4x-dir. X-in yerinə 3 verirəm. Yazacağım 2x bərabərdir 2 vuraq 3, yəni 6 cm. 3x bərabərdir 3 vuraq 3, 9 cm. 4x bərabərdir 4 vuraq 3, yəni 12 santimetr. Bu da uyğun gəlir A variantına. İndi isə keçirik digər suala. 9-cu sual maraqlı sualdır. Baxın uşaqlar, belə bir üçbucaq verib. Deyir AB tərəfi həmişə imtahanda da qabağınıza çıxanda mütləq həmin o verilənləri şəklin üzərinə qeyd edin. Buranı 2 cm verib, BC-ni verib 3, AD-ni 4, CD-ni 6 verib. İndi məndən x-in ala biləcəyi qiymətlərin cəmini soruşur. Təbii ki, mən burada üçbucaqların tərəfləri arasında münasibət qaydasından istifadə edəcəm. Baxın, mən burada 2 dənə üçbucaq görürəm. Bir bu ABC üçbucağı, hansı ki, bu x oturacaq, bu üçbucaqların hər ikisinə aiddir. Bu ABC üçbucağında bu x ABC-nin oturacağı olur. Digər tərəfdə, bunu da başqa rənglə göstərək. Baxın, bir də var ACD üçbucağı. Baxın, burada da x yenə bunun bir tərəfinə düşür. İndi mən burada nəyə diqqət eləməliyəm? Mən bu x-in ala biləcəyi qiyməti tapmaq üçün birinci mən ABC üçbucağından baxıram. Əgər mən ABC üçbucağına baxsam, baxın, üçbucaq ABC də x-i tapmaq istəsəm, bu x təbii ki 2, 3 çıxaq. 2-dən kiçik, baxın bu x, buradakı x. 3 üstə gəl 2-dən, daha doğrusu 3 çıxaq 2-dən böyük, 3 üstə gəl 2-dən kiçik olmalıdır. Deməli, bu x-im ola bilər neçə? 1-dən böyük 2, 3 və 4. Yəni, uşaqlar, 1-dən böyükdür bu x. 5-dən isə kiçikdir. Deməli, burada ABC üçbucağında x-in ala biləcəyi qiymətlər bunlardır. İndi mən baxıram digər üçbucağa. Yəni, ACD üçbucağına. Burada x-in ala biləcəyi qiymətlərə baxıram. Yenə həmin qaydadan istifadə edirəm. Bu x digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. İndi burada x 6 çıxaq 4-dən kiçik, böyük. 6 üstə gələk 4-dən kiçik olmalıdır. Yəni, x-im 2-dən böyük, 10-dan kiçik olmalıdır. X-in də 2-dən böyük, 10-dan kiçik ala biləcəyi qiymətlər 3, 4, 5, 6, 7, 8, 9-dur. İndi uşaqlar, mən baxıram ki, bu x tək ya ABC üçün, ya da təkcə bu üçbucaq üçün keçərli deyil. Yəni, hər iki üçbucağa aiddir deyə mən burada hər iki üçbucağı nəzərə almalıyam. Məsələn, mən x-a burada 6 vermiş olsaydım, bu üçbucaq üçün, baxın bu ACD üçbucağı üçün qaydam doğru olmuş olardı. Çünki iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmuş olardı. Amma bu ABC üçbucağına uyğun gəlməyəcəkdir. Ona görə mən elə ədədlər seçməliyəm ki, bu x hər ikisinə aid olması üçün hər ikisində aldığı qiymətləri nəzərə almalıyam. Deməli, 3-ü burada da alır. Burada da bir də 4. Ondan başqa digər ədədlər hər ikisinə aid ola bilmir. Ona görə cəmini soruşduğuna görə mən 3-ün üstünə gəlirəm 4. Bu da olacaq 7. Bu da olacaq Y variantı. 10-cu sualda uşaqlar həmin qaydada yazıram. AB 2-dir, BC 4-dür. Fərqli rənglərdə yazaq, gəlin. AD 5 verib, CD-ni də verib 8. Deməli, bu x-in ala biləcəyi qiymətləri tapıram. X-in ala biləcəyi qiymətlər ABC üçbucağında x ala bilər. 4 çıxaq 2-dən böyük bu x. 4 üstə gələk 2-dən kiçik qiymət. Yəni, 2-dən böyük x-im
6-dan kiçik olmalıdır. Burada da 3, 4, 5 ədədlərə uyğun gəlir. İndi baxıram digər üçbucağa, yəni ACD üçbucağına. ACD üçbucağında baxın, x-in ala biləcəyi qiymətlər 8 ilə 5-in fərqindən böyük, cəmindən kiçik olmalıdır. Yəni x 3-dən böyük, 12-dən kiçik qiymətləri ala bilər. Daha doğrusu 13-dən. İndi mən baxıram ki, burada ala biləcəyi qiymətlər, yəni kiçik, burada kiçik yazmalıyıq. Deməli uşaqlar, mən baxıram ki, burada 5-dən böyük ədədə getmirəm. Çünki burada 5-ə qədər qiymətlər alır x. 3-dən böyükdür. Burada 3 var deyə 3-ü götürmürəm. Çünki mən bu aralığa 3-dən böyük qiymətlər yazmalıyam. Təbii ki, mən bura 4 ilə 5-i yaza bilərəm. 6, 7 artıq bu birisi üçbucaq üçün uyğun gəlmir. Ona görə hər ikisində olacaq ədədlər olacaq 4 və 5. Məsələn, mən bura 6, 7, 8, 13-ə qədər ədəd yaza bilərəm. Amma mənim 5-dən sonra yazacağım ədəd bu birisi üçbucaqda olmayacaq. Mən elə ədədlər seçməliyəm ki, hər ikisində olanı götürməliyəm. Ona görə 4 və 5 cəmini soruşduğuna görə 4 ilə 5-in cəmi olacaq 10, daha doğrusu 9. Bu da olur B variantı. İndi baxıram, uşaqlar, digər suala. İndi mənə belə bir şərt verib. Baxın, alfa bucağı ən böyükdür. Alfa betadan böyükdürsə, uşaqlar, deməli, alfanın qarşısındakı tərəf betanın qarşısındakı tərəfdən böyük olacaq. O zaman bucaqlara əsasən, baxın, bu alfanı ən böyük verdiyinə görə qarşısındakı tərəfdə olacaq ən böyük tərəf. Alfadan kiçik olan beta verib, betanın qarşısında da B tərəfi var. Uyğun olaraq B tərəfi də A tərəfindən kiçik olacaq. Qamma da ən kiçik olduğuna görə qammanın qarşısındakı tərəf ən kiçik tərəf olmuş olacaq. İndi mən bunları yazdım. İndi mən nə edirəm? Mənə modul içərisində verib A çıxaq C, üstə gələk, C çıxaq B, çıxaq B, çıxaq A verib. Uşaqlar, modul içərisində ədədlər çıxılarkən biz nə edirdik? Baxın, məsələn, mən yazıram ki, 5 çıxaq 8. Bu nə olacaq? -3. Amma mən bunu modul içərisində yazsam ki, 5 çıxaq 8. Bu necə çıxacaq? Bu olacaq 8 çıxaq 5. Olacaq və olacaq müsbət 3. Həmin qaydadan burada istifadə edirəm. Bərabər qoyuram. İndi baxıram ki, A C-dən böyükdür. Ona görə böyükdən kiçiyi çıxıram açarkən. Yazıram C çıxaq A. Üstə gələk. Yenə burada C çıxaq B yazıb. Baxıram ki, C B-dən kiçikdir. Kiçikdən böyüyü çıxmıram. Moduldan çıxardarkən mən nə yazıram? Böyükdən kiçiyi çıxıram. B çıxaq C yazıram. İndi yazıram çıxaq. B çıxaq A. A B-dən böyük olduğuna görə mən yazıram A çıxaq B. Burada da çıxma olduğuna görə mən bura üstə gəl yazıram. Yazıram A üstə gəl B. İndi burada necə davam edirik? Baxıram C, 2 dənə C var. Biri mənfidir, biri müsbət. Bunlar gedir. Yerdə nə qaldı uşaqlar? Mənfi A, 2 dənə, bir də B. B ilə B-ni toplayacağam, olacaq 2B. Mənfi A-dan A çıxanda da olacaq 2A, təbii ki, mənfi ilə. Bu da olur 2B çıxaq, 2A. Burada demək uşaqlar nəsə səhv etmişik. Burada əslində C qalmalıymış. Burada uşaqlar bizim səhvimiz nə oldu? Biz C çıxaq A yazdıq. Əslində burada A C-dən böyükdür. C-ni A-dan böyük düşünərək yazmışıq. Deməli mən burada olduğu kimi bu açılacaq. Elə A çıxaq C olacaq. A çıxaq C. Bu şəkildə yazmalıydik. Sadəcə A ilə C-nin yerini dəyişik yazmışıq. İndi uşaqlar baxıram, burada görsünüz A ilə A getdi. Nə qaldı? 2B çıxaq 2 dənə C mənfi. Olacaq mənfi 2C. Bu da olur A variantı. 12-ci sualda eyni qaydada.
Baxın, beta ən böyük tərəf olduğuna görə, betanın qarşısı, daha doğrusu bucaq olduğuna görə betanın qarşısındakı tərəf ən böyük tərəf olacaq. O zaman olacaq B ən böyük olacaq. Ondan sonra gəlir alfa. Təbii ki, alfanın qarşısındakı tərəf də uyğun olaraq o ardıcıllıqla yazılacaq. Ən kiçik qamma bucağı olduğuna görə bu bucağın qarşısındakı tərəf ən kiçik tərəf olmuş olacaq. İndi mənə modul işarəsində verib B çıxaq C, üstə gələk C çıxaq A, çıxaq B, çıxaq A verib. İndi mən burada yenə həmin qaydadan istifadə edirəm. Moduldan çıxardanda böyükdən kiçiyə çıxmaq lazımdır. B C-dən böyükdür. Bu olduğu kimi çıxır. Yazıram üstə gəl. Burada C çıxağa yazılıb, amma A C-dən böyük olduğuna görə mən yazıram A çıxaq C. Çıxaq, indi buradakı çıxmanı nəzərə alıram. İçəridə də çıxma olduğuna görə bunlar toplama ilə çıxacaq. Onun zaman fərqi yoxdur. Ya böyük, kiçik, ya bu olacaq B. İndi mən buraya yazıram B üstə gəl A. Bərabərdir. Burada B-lər gedəcək. Baxın, biri mənfidir, biri müsbətdir. 2 dənə A var müsbət. Yazıram 2A, çıxaq. C-lər baxın mənfidir. 2C. Bu da olacaq B variantı. İndi uşaqlar, digər suala keçirəm 13-cü suala. 13-cü sualda belə bir ifadə verib, deyir, sıfırdan kiçik bərabər şərtini ödürsə. Sıfırdan kiçik bərabər verib, yəni bərabər də nəzərə alınır. Sıfıra bərabər götürürük bu tip suallarda. İndi, əgər bunların cəmi sıfıra bərabərdirsə, baxın, bu modul işarəsinin, modul içərisindəki ifadələrin cəmi sıfıra bərabərdirsə, bunların hər biri ayrı-ayrılıqda sıfıra bərabər eləyə bilərik. Yəni, birinci halda mən yazıram A üstə gəl B çıx 13 bərabərdir 0. B üstə gəl C çıxaq 14 bərabərdir 0. A üstə gəl C çıxaq 15 bərabərdir 0. Bu tip suallarda uşaqlar sıfıra bərabər eləyənlər, burada da çıxma varsa, bu bərabərliyin digər tərəfinə keçir elə müsbətlə. Yəni olacaq bərabərdir 13, 15, 14. İndi mən burada nə edirəm? Mən bunları toplayıram. Tərəf-tərəfə hər birini toplayıram. A-ları 1, B-ləri 1, C-ləri 1. A 2 dənədir. Yazıram 2A, üstə gələk. B ilə B olacaq 2B, üstə gələk. C ilə C də olacaq 2C. Bərabərdir. İndi mən bu tərəfi də toplayıram. Hər bir tərəfi toplamaq lazımdır eyni şəkildə. Buradan olacaq 42. İndi məndən nə soruşur? Üçbucağın perimetrini tapın. İndi mən burada ortaq vuruğu mötərizə xaricinə çıxarsam 2 olacaq. A üstə gəl B, üstə gəl C bərabərdir 42. Buradan A üstə gəl B, üstə gəl C bərabərdir 42-ni 2-yə bölürəm. Olacaq 21. Baxın uşaqlar, üçbucağın perimetrini necə tapırdıq? Tərəfləri toplayırıq da. Bu elə perimetrin düsturudur. Mən də burada aldım 21. Ona görə olacaq cavabım 21. İndi baxıram digər suala. Bərabəryanlı üçbucağın iki tərəfinə görə uyğunluğu müəyyən edin. İndi söhbət burada bərabəryanlı üçbucaqdan gedirsə, baxıram nəyə? Baxıram birincidə tərəfləri 8 və 17 santimetrdir. Baxaq görək məndən nələr verib. Verib oturacaq 6 santimetrdir. Belə bir şey ola bilməz. Nəyə görə? Bərabəryanlı üçbucağın iki tərəfi bərabər olmalıdır. Yəni, digər tərəfi ya 8 olacaq, ya 17 olacaq. 6 ola bilməz. İndi məndən perimetrini. İndi gəlin baxaq. Perimetri nə ola bilər? Tərəfləri 8 santimetr və 7 santimetrdirsə, 17 santimetr. Digər tərəfi də 8 ola bilər. Və yaxud da tərəfləri bir tərəfi 8 cm olub, digər tərəfi 17 olacaq. İndi mən bu hər iki hala baxıram. İndi görək mənim hansı şərtim ödəyəcək. Biz də bilirik ki, üçbucaq bərabərsizliyindəki qaydadan istifadə edəcəyik. Digər tərəf iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Yəni cəmindən kiçik, fərqindən böyük. İndi baxıram bu hala. Bu hala baxanda digər tərəfimin 8 olsa əgər, 17 çıxaq 8-dən
8 böyük deyil. Deməli 17-dən 8 çıxanda uşaqlar eləcə 9. 9 da 8-dən böyükdür. Axı biz dedik üçbucağın digər tərəfi iki tərəfin fərqindən böyük olmalıdır. Ona görə digər şərtim ödəniləcək. Mən bunu təzədən yenə hesablamıram vaxt getməsin deyə. Əgər bu şərt doğru deyilsə, bu doğru olacaq. İndi mənə deyir perimetri 42 sm-dir. Perimetrin 42 sm üçün bunların cəmi həqiqətən 42 eləməlidir. Bu olacaq 34, 8, 42. Həqiqətən də B variantı birinci birə uyğun gəldi. Mən birə yazıram B. Sonra ikinciyə baxıram. Elə hamısında perimetr verilib. İkincidə 3 sm və 9 sm verib. İndi mən digər tərəfi tapmalıyam. Axı burada söhbət bərabər yanlı üç bucaqdan gedir. Digər tərəfim ya 3 olacaq, ya 9. Hər iki tərəfin 9 olduğu halı və hər iki tərəfin 3 olduğu halı dəyərləndirib yazıram. İndi mən baxım görüm, bu 9 digər iki tərəfin cəmindən kiçik, fərqindən böyükdürmü? Həqiqətən də mən əgər bu şəkildə nəzərə alsam, 9 3 üstə gəl 9-dan həqiqətən böyük. 9 çıxaq 3-dən kiçikdir. Deməli bu şərtim ödəndi. Amma digər şərtə baxmağıma ehtiyac yoxdur. Yəni yenə də gəlin baxaq. 9-dan çıxıram 3-ü. Bu olacaq 6. Təbii ki, bu 3 şərtə əsasən 6-dan böyük olmalıdır. Amma belə deyil. Ona görə mən iki tərəfin 9, bir tərəfin 3 olduğu halı dəyərləndirərək perimetrini hesablayacağam. Perimetri olacaq 3 üstə gəl 9 üstə gəl 9. Bu da olacaq 18, 21. Həqiqətən də düzdür. 2-yə C aid olacaq. İndi baxıram 3-ə. 6 və 14 sm deyir ki, oturacaq 6 sm-dir. 6, 6, 14. Gəlin görək, şərtim ödənir. İndi mənim şərtimə əsasən bu 6 bu iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Yəni 14 çıxaq 6-dan. Bu olacaq 8. Deməli, uşaqlar 6 8-dən böyük deyil. Ona görə bu şərtim ödəməlidir. Amma hər iki tərəf 14 olsa, 14, 14 oturacağım əgər 6 olmuş olsa, bu 6, daha doğrusu bu 14, 6 ilə 14-ün cəmindən kiçik, həqiqətən də fərqindən böyük olacaq, 8-dən böyük olacaq. Ona görə 3-ə olacaq A aid olacaq. Bir də var burada perimetr 34-dür deyir. Burada olacaq 14 üstə gəl 14 üstə gəl 8. Həqiqətən də olacaq 34. A və Y 3-ə aid olacaq. Ümumiyyətlə üçbucaqlarda uşaqlar çox düsturlar var, həddindən artıq. Mən öz şagirdlərimə həddindən artıq, yəni bəzi düsturlar var, onları əzbərləmək yəni sadəcə vaxt itkisidir, uşaqda əzbərçilik yaradır. Həndəsə elə mövzudur ki, orada yalnız dərk eləmək lazımdır və dərk eləyəndən sonra bir neçə qaydanı bildikdən sonra bir neçə üçbucaqlara, yəni bir neçə yerdə tətbiq etmək olur. Sadəcə həndəsə biraz düşünmə tələb eləyir, biraz məntiq tələb edir. Yəni əzbərçiliklə heç nə olmur. Düzdür, bəzi düsturlar var, yəni qaydalar var. Onları mütləq tətbiq etmək lazımdır. Amma lazımsız həqiqətən düstur çoxdur həndəsədə. Baxaq 16-ya. Sadəcə əlavə düsturlar həndəsəni yaxşı dərk eləyə bilməyən uşaqlar üçün yaxşıdır ki, onsuz da biz düsturlar veririk. Necə rahatsa o yolla həll eləmək olur. Baxıram 16-cı suala. Deyir ki, x-in ala biləcəyi ən böyük tam qiyməti tapın. Təbii ki, bu x hansı qiymətlər ala bilər? X üstə gəl 3, 10 çıxaq 7-dən böyük. 10 üstə gəl 7-dən kiçik qiymətləri ala bilər. İndi məndən soruşur ki, ən böyük tam qiymət. Ən böyük tam qiymət soruşduğuna görə elə bu tərəfi nəzərə almıram. Deməli, x üstə gəl 3-ün 10 üstə gəl 7-dən kiçik ala biləcəyi ən böyük qiymətə baxıram. İndi x üstə gəl 3 kiçikdir 17-dən, x-ım da kiçik olacaq. 17-dən 3 çıxıram 14-dən. Deməli, x-in ala biləcəyi ən böyük tam qiymət 14-dən kiçik 13 ola bilər.
Bu da olacaq 13. 17-ci sualda həmin qaydada yazırıq. X-in ala biləcəyi qiymət. X-in ən böyük qiyməti soruşduğuna görə x üstəgəl 5, 8 üstəgəl 10-dan kiçik qiyməti almalıdır. Bu da olacaq 18. X kiçikdir, 18 çıxaq 5, x da kiçik olacaq 13-dən. 13-dən kiçikdə ən böyük tam ədəd olacaq 12. Yəni x-im 12-dir ki, üstünə gəl 5. Yəni məndən sadəcə x-in alacağı qiyməti soruşduğuna görə elə mən 12-ni götürürəm. Aha, indi məndən nə soruşur? Deyir ki, üçbucağın perimetri 26-dan kiçikdirsə, x-in mümkün natural qiymətlərinin cəmini tapın. Üçbucağın perimetri deyəndə mən nə etməliyəm? Baxın, bu hər bir tərəfi toplamalıyam. Yəni x çıxaq 1 üstəgəl 2x üstəgəl x plus 5 bərabər edirəm perimetr 26 olduğuna görə 26-ya. Buradan 4x üstəgəl 4 daha doğrusu kiçik olmalıdır 26-dan. Mümkün natural qiymətlərin. Aha, bərabərdir. Bəli, bərabər yazmalıyıq. İndi burada bərabərdir 26, 4x bərabərdir 26-dan 4 çıxıram 22, x da bərabər olacaq, deməli 5 tam 10-da 5-ə. X-in mümkün natural qiymətlərinin cəmi. Natural qiymət dediyinə görə tam, yəni 5 tam 10-da 5 yox, natural ədədləri nəzərdə tuturam. Bu olacaq 5. Üstəgəl 4, cəmini soruşduğuna görə üstəgəl 2. Aha, baxın uşaqlar, indi x burada uşaqlar kiçik olmalıdır. Çünki deyir perimetri 26-dan kiçikdirsə. İndi x 5,5-dən kiçik olan qiymətləri almalıdır. Bu olacaq 5, 4, 3, 2, 1. İndi mən bunların hamısını yazmıram. Nəyə görə? Baxıram şərtə. Burada verib x çıxaq 1. Mən x-a 1 versəm, bu olacaq 1 çıxaq 1. Bu da olur 0. Heç vaxtı tərəf 0 ola bilməz. Bu mümkün deyil. Baxıram 2. Mən x-a 2 versəm, olacaq 2 çıxaq 1. Bu tərəf olacaq bu tərəf olacaq 1, bu tərəf olacaq 4, bu tərəfdə olacaq 7. İndi mən nə edirəm? Baxım görüm bu şərt ödənilirmi? Burada bir tərəf digər tərəfin deməli fərqindən böyük, cəmindən kiçik olmalıdır. Məsələn, bu 4 7 çıxaq 1-dən böyük deyil. Ona görə bu 4 daha doğrusu 2 olan halda ödənmir. İndi baxıram 3-ə. X-a mən 3 versəm, bu tərəf olacaq 2, x çıxaq 1, bura olacaq 6, burada olacaq 8. İndi baxıram, bu 6, 8 ilə 2-nin fərqindən böyük, cəmindən kiçik olmadığına görə, deməli bu şərtdə ödənmir. İndi baxıram 4 olan hala, 4 olsa, bura olacaq 3, bura olacaq 4 vur 2, 8, bura olacaq 9. İndi baxıram 8-ə. 8, 9 çıxaq 3-dən böyük, 9 üstəgəl 3-dən kiçikdir. Ona görə bu 4 olan şərtim ödəndi. İndi 5 olan şərtə baxıram. 5 olsa əgər x-im, bura olacaq 5 çıx 1, yəni 4. Bura olacaq 10. Burada olacaq yenə 10. Burada da 10, 10 çıxaq 4-dən böyük, 10 üstəgəl 4-dən kiçik olduğuna görə ödəndi hər iki ədədlə. Yəni, ala biləcək qiymətlərin cəmini soruşduğuna görə yazıram 5 üstəgəl 4, 9. Bu da olacaq 9. Aha, baxıram 19-cu suala. Yəni ki, yəqin ki, başa düşdünüz uşaqlar. Mənə şərtdə verib ki, perimetr deməli 26-dan kiçikdir. Baxın burada kiçik elədim, tam ədədləri yazdım, natural qiymətlərini. Və aldığım ədədləri mən tez yazıb hesablamadım. Mən baxım görüm bu aldığım ədədlər şərti ödəyir yoxsa yox. Mən baxdım ki, şərtimi ödəmədi. Hansı şərtimi ödəmədi? Üçbucağın bir tərəfi digər iki tərəfindən cəmindən kiçik, fərqindən böyük olmalıdır. Yəni mənim əlavə şərtlərim də var. Elə cavabı tapan kimi tez gedin variantı işarələyim. Eləməyin, siz yoxlamalısınız orada ki, görün məndən nə soruşur, bu aldığım cavablar şərti ödəyirmi? Baxın, açıq sualdır. Yəni variant olsa yenə baxardım ki, yox, mən aldığım cavab yoxdur. Açıq suallarda artıq siz düşündüyünüzün %100, yəni düz olduğunu fikirləşə bilərsiniz. Ona görə diqqətli olmaq lazımdır.
İndi baxıram 19-cu. Yenə uşaqlar eyni sualdır. Cəmləyirəm, yazıram x çıxaq 1, üstə gələk 2x, üstə gələk x, üstə gəl 4. Deyir ki, 21-dən kiçikdirsə, kiçik edirəm 21-ə. Buradan 4x üstə gəl 3 kiçik olacaq. 21-dən 4x kiçikdir. 21-dən 3 çıxıram. 18-dən x da kiçik olacaq. Demək 4,5-dən. İndi 4,5-dən kiçik x ala bilər hansı ədədləri? 4-ü, 3-ü, 2-ni, biri daha doğrusu 4,5-dən kiçik bu ədədlərdir. İndi mən x-in yerinə 1 yazsam, bu olacaq 1 çıx 1, 0 ola bilməz. X-a 2 versəm, bu tərəf olacaq 2 çıxaq 1, 1, bu tərəf olacaq 4, bu tərəf olacaq 6. Bu 4, bu 4. 6 çıxaq 1-dən böyük deyil. Ona görə bu şərtim ödənmədi. 2 olan şərt. İndi 3 qoyuram. Yerinə 3 verirəm. X-a 3 versəm, bura olacaq 2, bura olacaq 6, burada olacaq 7. Bu 6, 7 çıxaq 2-dən böyükdür həqiqətən. 7 üstə gələk 2-dən də kiçikdir. Ona görə bu 3 ola bilər. 4 versəm, olacaq bura 3. Bura olacaq 8, burada olacaq yenə 8. Aha, bu 8, 8 çıxaq 3-dən böyük, 8 üstə gəl 3-dən kiçikdir. Ona görə bu 4 də şərtimi ödədi. Cəmini soruşduğuna görə yazıram 4 üstə gəl 3, 7. İndi mənə deyir ki, cavabınızı izah edin. Cavabımızın izahı odur ki, yəni üçbucaq bərabərsizliyində belə bir qaydamız var ki, bir tərəf digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Baxıram 20-ci suala. Sualda şərtdə verib ki, eyni sabit uzunluqda olan düz xətli su kanalının bir tərəfində iki gözətçi məntəqəsi, digər tərəfində C nöqtəsində vardır. Arasındakı A və C arasındakı məsafə 20-dir. Bura yazıram 20. B və C arasındakı məsafə 24-dür. İndi deyir ən böyük qiymətini hesablayın. Bu AB-nin ala biləcəyi ən böyük qiymət 20 üstə gəl 24-dən kiçik qiymət ola bilər. Baxın bu AB tərəfi. Sadəcə bu qaydada hesablayıram. Bu da olacaq toplayanda 44. AB-nin 44-dən kiçik ala biləcəyi ən böyük qiymət təbii ki 43-dür. Yəni sadəcə bu qaydada hesablayıram. Ala biləcəyi ən kiçik qiymət deyəndə uşaqlar, siz x-i iki tərəfin fərqindən böyük götürürsünüz. Ala biləcəyi ən böyük qiyməti soruşanda x-i iki tərəfin cəmindən kiçik götürürsünüz. Yenə həmin qaydada yazıram. Baxın, A və C-ni verib 30, B və C-ni verib 26. Buradan bu AB tərəfinin ən böyük qiymətini soruşduğuna görə 30 üstə gələk 26-dan kiçik olacaq təbii ki AB tərəfi. Bu da olacaq 56. 56-dan kiçik ən böyük qiymət təbii ki 55-dir. Bu da olacaq 55 metr. Aha, 22-yə baxırıq. İndi deyir ki, üçbucaqda AB tərəfi AB 8-dir, BC 14-dür. Bucaq B, baxın bu bucaq, bu A bucağından böyükdür. İndi AC-nin qiymətini soruşur. Uşaqlar, baxın, diqqətlə bura fikir verin. Əgər bu B bucağı, baxın bu B bucağı, bu A bucağından böyükdürsə, bax bu B-nin qarşısındakı tərəf A-nın qarşısındakı tərəfdən böyük olacaq. Başa düşdünüz? Bax bu AC tərəfi böyük olacaq BC-dən. İndi deyir AC-nin ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Biz yenə burada hansı qaydadan istifadə edirik? Baxın, bu AC tərəfi bu iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Deməli, 14 çıxaq 8-dən AC böyük olmalıdır. Baxın, AC yazaq. 14 üstə gəl 8-dən kiçik olmalıdır. İndi AC təbii ki 6-dan böyük. 14 üstə gəl 8, 22-dən kiçikdir. İndi məndən soruşur ki, baxın bu AC-nin ala biləcəyi ən böyük və ən kiçik tam qiymətlərin cəmini tapın.
AC-nin ala biləcəyi normalda, baxın, 6-dan böyük ən kiçik qiymət 7-dir. 22-dən kiçik ən böyük qiymət isə 21-dir. Amma mən baxıram ki, bu AC tərəfi BC-dən böyük olduğuna görə, təbii ki, AC 14-dən də böyük olmalıdır. AC böyükdür 14-dən. Ona görə mən 14-dən böyük. 14-dən böyük ən kiçik ədədim olacaq 15. Gəlin yazın, baxın, AC mütləq 14-dən böyükdür. Yəni, baxın, bu BC-dən. BC 14 olduğuna görə, AC 14-dən böyük olduğuna görə AC-min ala biləcəyi ən kiçik qiymət olacaq 14 üstə gəl. Ən böyük qiymət olacaq 21. Bunların da cəmi olacaq 35. Daha doğrusu uşaqlar 14-dən böyük qiymət ala bilər, yəni 15 ala bilər. 15 ilə də 21-in cəmi olacaq 36. Bu da olur 36. Digər sualda eyni həmin qayda ilə yazırıq. Baxın, bucaq AB-ni verib 7, BC-ni verib 15. Bucaq B, bucaq A-dan böyük olduğuna görə bu AC tərəfi də bucaq A-nın qarşısındakı tərəfdən böyük olacaq. Yəni, baxın, bu AC böyük olacaq 15-dən. İndi bu AC eyni zamanda 15 çıxaq 7-dən böyük. Baxın, bu AC tərəfi. Gəlin, yuxarıdan yazaq. Baxın, bu AC 15 çıxaq 7-dən böyük, 15 üstə gəl 7-dən kiçikdir. Yəni AC 8-dən böyük, 22-dən kiçikdir. İndi mən eyni zamanda AC-ni mən 8-dən yox, 15-dən böyük götürməliyəm. 15-dən böyük ən kiçik ədəd olacaq 16, üstə gələk. Cəmini soruşduğuna görə 22-dən də kiçik ən böyük ədəd olacaq 21. Bunların da cəmi olacaq 37. Burada da oldu testimin cavabı 37. Bu qədər uşaqlar. Yəni üçbucaq bərabərsizliyi ilə bağlı suallarımız bu qədər idi. Yəni sadəcə onu deyə bilərəm ki, dərsə qulaq asdısa, video izahı başa düşdüsə, kanala abunə ola bilərsiniz. Və onu da qeyd edim ki, bizim onlayn hazırlıq dərslərimiz var. Burada qeyd olunan nömrə ilə əlaqə saxlayaraq 312 27 18 nömrəsindən əlaqə saxlayıb dərslərimizə qoşula bilərsiniz. Və onu qeyd edim ki, ödənişsiz sınaq dərsimiz var. Ödənişsiz sınaq dərsimizə qoşula bilərsiniz. Əgər sınaq dərsinə qoşulmaq istəyirsinizsə, burada qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun.